Salam, hər vaxtınız xeyir olsun. Mən Günel Rəstunzadə. Bugün isim bölməsindən bir neçə sualın izahını verəcəm. İzaha keçməzdən öncə qısa bir xatırlatma etmək istəyirəm. Əgər siz də bizim ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman 050 573 9706 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz həm mən Günel Rəstunzadə, həm də Rübabə İmanova tərəfindən keçirilir. İndi isə keçək sınağımıza. Əsas nitq hissəsi, köməkçi nitq hissəsi. Əsas nitq hissəsi söz yaradıcılığında çıxış edə bilir. Bəli, hər zaman cümlə üzvü olur. Fikri yanlışdır. Çünki üçüncü nöqtənin söz birləşməsinin arasında yer aldıqda o zaman müstəqil cümlə üzvü vəzifəsində çıxış edə bilmirlər. Hər zaman suala cavab verir. Fikri doğrudur. Köməkçi nitq hissəsi quruluşda düzəltmə ola bilmir. Fikir doğrudur. Çünki quruluşda sadə və mürəkkəb ola bilirlər. Həm öz aralarında, həm də əsas nitq hissələri ilə sinonimlik təşkil edir. Fikri yanlışdır. Çünki sinonimlik təşkil edən sözlər yalnız və yalnız eyni bir nitq hissəsinə aid olmalıdır. Variant olar A, C və D. A, C və D variant olar E variantı. İkinci sual. Cümlələrin birində isim həm xüsusi, həm də ümumi isim kimi düşünülə bilər. Mehriban anası ilə söhbət edirdi. Mehriban sözü xüsusi isimdir, amma ümumiləşdikdə sifət mövqeyində çıxış edir. Yazarlar sözü xüsusi isim deyil. Əli yaman əsirdi. Burada əli sözü həm ümumi isim kimi çıxış edə bilir, həm də xüsusi isim kimi çıxış edə bilir. Yəni, ümumi isim olanda insanın orqan məzmununda çıxış edir. Gözəl. Söylə ki, hara maralısın. Gözəl sözü ümumiləşdikdə sifət mövqeyində çıxış edir, amma xüsusi isim kimi çıxış edə bilir. E variantı dəmir istisi döyərlər. Burada xüsusi isim yoxdur. Hansı düzəltmə isim feildən yaranmayıb? Biz ümumiyyətlə sözlərin hansı nitq hissəsində yarandığını müəyyənləşdirmək istəyiriksə, sonuncu leksik şagirdçinin üzərinə xətt qoyarıq və baxarıq sözə ki, hansı nitq hissəsində yaranıbdır. Sevinç sözündə sözün kökü sevinmək feilidir. Sevinmək feilinə sevinç sözü, yəni ismi yarandı. Deməli, sözümüz feildən yaranıb. Bizə isə feildən yaranmayanı istəyir. Qızartı sözü, sözün kökü qızarmaq feilidir. Qızarmaq feilindən qızartı ismi yarandı. Bu da uyğun gəlmədi. Görkəm sözün kökü görmək feilidir. Görmək feilindən görkəm ismi yarandı. Deməli, bu da uyğun gəlmədi. Mənə feildən yaranmayanı istəyir. Ələk sözündə sözün kökü əldir. Əldən ələmək feil yarandı. Ələmək feilindən isə ələk ismi yarandı. Məndən isə feildən yaranmayanı istəyir. Yazıcı sözündə sözün kökü yazmaqda, yazmaqdan yazı ismi yarandı. Yazı ismindən isə yazıcı ismi yarandı. Deməli, yazıcı ismi hansı sözdən yarandı, hansı nitq hissəsindən yarandı? Yazı ismindən yarandı. O səbəbdən variant olar E. Kəndlilər hücum edib şahın sarayının qapılarını sındırıb içəriyə daxil oldular. Cümləsində isimlərin hallarını müəyyən edin. Kəndlilər şahın sarayının qapılarını. İsimlər bunlardır. Hallarını gəlin tapaq. Kəndlilər adlıq haldadır. Şahın sarayını, şahın yəlik sarayını, yəlik qapılarını isə təsirlik haldadır. Adlıq, yəlik təsirli variantı olardı. Cümlələrin birində təsirli hallı isim var. Təsirli halın şəkilçisi I, U, Ü, N, üstü 4 şəkilçisidir. O anasının üzünə baxaraq gülümsədi. Burada təsirli halın şəkilçisi yoxdur. Ana onları çox mehribanlıqla qarşıladı. Onların sözündə təsirli hal var. Amma onlar əvəzlikdir. Məndən isə təsirli hallı ismi istəyir. Vüqar danışa silahını təmizlədi. Bəli, baxın, təsirli halın şəkilçisi, silah sözü isə isimdir. Əskər güllələri ehtiyatla sayırdı. Güllələri təsirli halın şəkilçisi varmı? Var. Güllə sözü də isimdirmi? Bəli. 3-4. İsti olduğundan fabrik işçiləri yavaş-yavaş işləyirdilər. Burada işçiləri sözün mənsubiyyətdir. Çünki fabrikin işçiləri deyə bilirəmmi? Bəli. O səbəbdən i şəkilçisi burada mənsubiyyətdir. 5 olmaz. 3-4 variant olar C. Məktəblilərin çalışqanlığı birləşməsində əsas tərəfi ilə bağlı doğru fikirləri göstərin. İkinci tərəf əsas tərəfdir. Çalışmaq sözün köküdür. Çalışmaqdan çalışqanlıq. Leksik I isə mənsubiyyətdir. Feildən düzəlmiş isimdir. Sonuncu leksikin üzərinə xətt qoyuram. Çalışqan sifətdir. Birinci fikir yanlışdır. Ümumi isimdirmi? Çalışqanlıq sözü ümumi isimdir. Bəli. Tərkibində bir leksik, 2 qrammatik şəkilçi var. Fikir yanlışdır. İsmin adlıq halındadır. Bəli, nə olsun ki, mənsubiyyət şəkilçisi qəbul edib. Mənsubiyyət şəkilçili sözlər ismin adlıq halında çıxış edirlər. Cəmlənə bilər? Xeyr.
Dilimizdə bəzi sözlər var ki, lıq-lik şəkilçisi qəbul etdikdə əsasən cəmlik şəkilçisi qəbul edə bilmirlər. Çalışqanlıq sözü də həmin qəlibdən olan sözlərdəndir. 2, 4 doğru variantdır. Hansı cümlədə toplu isim işlənib? Koroğlu ilxıçısını çağırıb qıratını yəhərləməsini istədi. Bəzilərimiz ilxıçı sözünü görən kimi qaçırıq, tez A variantını seçirik. Amma baxaq, ilxıçı leksik şəkilçi qəbul edib. Yadımızda qalsın ki, toplu isimlər əgər leksik şəkilçi qəbul ediblərsə, topluluq məzmunundan çıxıblar. O səbəbdən A variantı yanlışdır. Xəzinədar padşaha xəzinənin boşaldığını dedi. Burada toplu isim yoxdur. Xəzər dəniz əslində göldür. Dəniz, göl sözləri ümumiyyətlə topluluq bildirmir. Əhalidəki bu narazılıq üsyanla nəticələndi. Diqqət edin, əhali sözün köküdür. Əhalidəki leksik şəkilçi qəbul etdi. Deməli, burada neynədir? Topluluq məzmunundan çıxdı. D variantı da yanlışdır. Fransa hakimiyyəti kütlənin qarşısında aciz qaldı. Kütlə sözü burada nədir? Topluluq bildirən sözü. Ümumiyyətlə qeyd edim ki, kütlə sözü amonim sözdür. Həm çəki məzmununda, yəni almanın kütləsi, almanın çəkisi məzmununda çıxış edir, həm də kütlə cəmiyyət, insan, toplu insan məzmununda çıxış edir. Yəni toplu isim kimi çıxış edə bilir. Variant burada olur, E variantı. Verilmiş parçaya aid deyil. Gəlin diqqət edək. Deməli, qarı nənə gecə nağıl deyəndə, külək qalxıb qapı bəcanı döyəndə, qurd keçinin şəngülüsünü yeyəndə, mən qayıdıb bir də uşaq olaydım, bir gül açıb ondan sonra solaydım. Nümunə isimlə başlayır qarı nənə. Burada qarı sözü sifət mövqeyində çıxış edib, ona görə isimlə yox, sifətlə başlayıb. Bizdə aid deyil istəyir, yəni yanlış istəyir, ona görə A-dır variantımız. Mürəkkəb isim hal şəkilçisi qəbul edib, şəngülüsün yeyəndə, diqqət edin, və yaxud da qapı bacanı döyəndə. Qapı bacanı nəyi döyəndə? Qapı bacanı burada mürəkkəbdir, amma I təsirli halının şəkilçisidir. Fikir doğrudur. Altından xətt çəkilmiş söz təsirli haldadır. Şəngülüsünü yeyəndə, bəli, yenə də təsirli haldadır. Üstündə rəqəm yazılmış isimlər uyğun olaraq adlıq və çıxışlıq haldadır. Külək adlıq haldadır, ondan çıxışlıq haldadır. Nümunədə amonim işlənmişdir. Bir sözü, gül sözü amonim sözlərdir. Yəni doğrudur. Doğru olmayan isə A variantıdır. Cümlələrin birində ismin yazılışında səhvə yol verilibdir. Aha. Deməli, dilimizdə bəzi iki hecalı sözlər var ki, onların bəziləri hal və mənsubiyyət şəkilçisi qəbul edəndə ikinci hecasındakı saytını itirir. Digərləri isə yalnız və yalnız mənsubiyyət şəkilçisi qəbul edəndə ikinci hecasındakı saytını itirirlər. Hər iki məqamda saytını itirən sözlər isim, cisim, qisim tipli sözlərdir. Yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecasındakı saytını itirən sözlər isə oğul, qoyun, qayın, qarın, könül tipli sözlərdir. Gəlin baxaq, ömrüm burada doğrudur, yəni məndən yazışında səhvə yol veriləni istəyir. Ömür, isim, cisim tipli sözlər hal mənsubiyyət qəbul edəndə onsuz da itirirlər. Yarış zamanı çiynini möhkəm əzmişdir. Çiyin sözü, yəni yalnız və yalnız mənsubiyyət şəkilçisi qəbul edəndə ikinci hecasındakı saytını itirir. Burada da mənsubiyyət şəkilçisi qəbul edib, ondan sonra halı qəbul etdiyi üçün yəni doğrudur itirməsi. Öz çiynini, yəni mənsubiyyət şəkilçisini qəbul etmişdir. O səbəbdən doğrudur bu variantı da. Elə yeriyir, sanki şahın oğulu gəlir. Burada oğul sözü yanlışdır. Oğul tipli söz də, yəni yalnız və yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecasındakı saytını itirən sözlərdəndir. O səbəbdən variant burada olar C. Yəni səhv yazılmış söz oğlu sözdür. 10-cu sual. Düzəltmə isimləri müəyyən edin. 5 ili mürəkkəb sözdür, ona görə A variantına baxmıram. Təminat sözün kökü təmin, təmindən, təminat zərdən zərgər yaranıbdır. Sizinki, bizimki tipli sözlər. Baxın, siz sözün köküdür. İn burada yiyəli hal şəkilçisi, ki isə leksik şəkilçidir. Sizinki, bizimki tipli sözlər yalnız və yalnız isim mövqeyində çıxış edir. Burada variant olar B. Oğurluq sadə sözdür. Ağacdakı, ağac sözün köküdür. Dakıdakı şəkilçisi qəbul edib, sifət mövqeyində çıxış edib. O səbəbdən mən D variantını götürmürəm. Amma sizinki, bizimki tipli sözlər isə yalnız və yalnız isim kimi çıxış edir. Və E variantını diqqət edin, tıxan sözünə. Tıxmaq, tıxmaqdan tıxan an ən feili sifətin şəkilçisidir. O səbəbdən mən bu variantı heç digərlərində baxmayacağım. Variant olar elə B variantı.
Bugünlük bu qədər. Əgər izahım yararlı olsa, videonu bəyənməyə, şərh yazmağı unutmayın və kanalımıza da abunə olun. Hələlik.